Bax, şokoladlarımızı belə ürək şokoladları düzəldirik. Şokoladlar düzəliləndən sonra bax belə kağızlar var. Konfet kağızları var. İmini gigiyenik tərəfdən qidadır da, yəni təmizdir. İmini şokolad üçündür bu kağızlar. Yəni hər kağıza konfeti büküm, rəngli tərəfinə büküm olmaz. Rəngli kağızların üzünə şokoladı bükəndə qidaya görə düzgün deyil, rəngi çıxa bilər. Rəngini düz seçməlisiniz. Niyə şokoladların içində kağızların içi gümüşü rəngində olur? Çünki görmüsünüz rəngli tərəfdə şokolad bükürlər. Açanda heç görürsünüz rəngində. Deməli, şokoladların gigiyen tərəfdən düzgün olması, dada görə düzgün olması, zəhərlənmə verməməsi üçün poliqet tipli kağızlar olur. Bütün şokolad üzərində. Və biz bunu iminli şokolad kağızları üçün almışıq və balaca ürəkdir. Bu ürək yoxdur. Bu ürək, məsələn, belə formalarını çıxardıb, şokolad kağızlarına biz bunu bu cür bunu bükürük. Bax, belə. Ürək forması alınır. Belə güllərimizi düzəldib, bir-birinə yapışdıraraq, bax, bu cür şokolad buketləri alınır. İndi bir dənə Zeynəb, sən də elə. Əybi yox, onun arxasını biraz götür. Hə, kəs. Gəlin. Gəlin. Maşallah, bax, belə buketlər. Sonra bunlar bir-birinə yapışdırılır eyni ölçülərdə. Belə buketlər olunur və kompozisiyalar yığılır. Ardını gözləyin. İndi qəşəng bir kompozisiyası təqdim edəcəyik.